Verilişimiz öz yığıncağını yenə Azərilmə Cəmiyyətinin həyətində qurub. Və bir təsadüfə bax, bugün məclisin arxa planını bəzəyəcək xalçada elə haqqında söhbət açacağımız Səməd Vurğunun doğma yurdu Yuxarı Salahlı kəndinin məhsuludur. Daha doğrusu, Ömür Ağacı adlanan həmin xalçanın təmsilində Azərilmənin qızları tərəfindən toxunub. Beləliklə, məkanımız Azərilmə, mövzumuz Böyük Səməd Vurğun. Məzəsiz can ilə canan ola bilməz. Meysiz məzəsiz can ilə canan ola bilməz. Sevda dediğin hər kəsə meydan ola bilməz. Arifləri dindir ki nedir şiirlə sənəd? Şair yaranan əmrə peşiman ola bilməz. Ay aman, ay canım. Könlümedi bir gülşene benzer ki azizim. Könlümedi bir gülşene benzer ki azizim. Min badı xəzan etse de viran ola bilmez. Kalbin yüreğin odlarla yanmasa bir söz. Dillerde kalbin yüreğin odlarla yanmasa bir söz. Dillerde kızlardan o dastan olabilmez. Girdim güneşin koynuna min bir seherim var. Girdim güneşin koynuna min bir seherim var. Bülbülden benim gülde zimistan olabilmez. Hoşbaxt elimin yurdumun az vurğuluyam ben. Hoşbaxt elimin yurdumun az vurğuluyam ben. Bundan da güzel bir daha dövran olabilmez. Amanım ya da zaman Səməd Vurğun imzalı bir şairimiz də var ki, hecanın
zirvələrini fəth eləmiş şairlərimizdəndir. Sözün həqiqi mənasında heca nəhənglərindən biridir. 1906-cı ildə də səhv etmirəmsə dünyaya gəlib. 1956-cı ildə də dünyadan gedib. 50 yaşında. Yəni belə baxanda 50 yaş insana elə gəlir ki, 50 yaş çoxdur. Yəni böyük bir insan yəni o yaşa çatmayana qədər 50-ni elə bilir ki, əl çatmaz bir zirvədir. Ancaq sənətkar üçün 50 yaş bir elə yaş deyil. Çox maraqlıdır ki, Səməd Vurğun 50 yaşına qədər çox böyük işlər gördü ədəbiyyat sahəsində. O qədər ki, o yazıb yaradıb. Bəlkə də heç onu 100 ilə görmək mümkün deyildi. Çünki bir neçə dənə dram əsərləri, bir 20 neçə dənə onun poemaları, hələ belə şeirləri, yəni onun bəlkə də heç araya gəlib çıxmayan nə qədər əsərləri qalıb ki, heç onu biz görməmişik, bilmirik. Bəlkə də asansa çıxacaq, asansa çap olunacaq. Onun bu baxımdan yəni o çox istedadlı bir şairdir. Əruzda da qələm işlədən şairlərdən olub. Nəhəcada o heç əl çatmaz bir adamdır. Səməd Vurğun 20-ci əsrin ən məhsuldar şairi olmaqla Azərbaycan ədəbiyyatına novatorluq gətirir. Bəli. Yeni ab-hava, yeni ruh gətirir. Mənim düşüncəmdir. Bəli. Biz məktəbli olanda onun kəlamları ilə böyüdük, tərbiyə aldıq, zirvələndik. Müəllimlərimiz də bizə başa salırdı ki, Səməd Vurğun poeziyamızın zirvəsidir. Yəni onun özünə məxsus bir dəstxətti oldu, özünə məxsus sənətkarlıq üslubu oldu və dünyada belə adamlar az olub, yəni barmaqla sayılan qədər olub ki, bir 50 il cəmi ömr eləsin, onun 5 dramı qalsın. 7 cild əsəri bu sadəcə. Bəli, gördünüz cild əsərləri, yəni o kiçik həcmli şeirləri də nə qədər saymaqla qurtarmaz. Bu baxımdan çox böyük istedada malik bir şairimiz olub. Təkcə sözdə o poeziyada o özünü sınamayıb. 1942-ci ildə Azərbaycanda ilk dəfə milli musiqiçilərin müşavirəsində Səməd Vurğunun Azərbaycan milli musiqi mədəniyyətindən nə qədər böyük hörmət və ehtiramla yanaşmağı tarixləşib. Yəni Səməd Vurğun elə bir insan idi ki, tutaq ki, ədəbi tənqiddən də yazırdı. Evet. Moskvada ümumiyyətlə qurultayları, yəni Azərbaycan ədəbiyyatı haqqında hesabat verəndə Səməd Vurğuna hesabat verirdi. Yazıçılar İttifaqının sədri idi. Yəni Səməd Vurğun həm ictimai fəaliyyəti, həm ədəbi fəaliyyəti, həm elmi fəaliyyəti, onun nizamı haqqında, bizim böyük klassiklərimiz haqqında gözəl elmi publisistik məqalələri də var. Bu baxımdan yəni Səməd Vurğun olduqca böyük bir şəxsiyyətdir. Azərbaycan ədəbiyyatı tarixində, mədəniyyəti tarixində unudulmaz bir şəxsiyyətdir. Və mən onu sizə deyim ki, əgər türk dilli şeirin kökləri tutaq ki, yazılı ədəbiyyatdan, bizə məlum olan ədəbiyyatdan Qaşqaridən başlayırsa, Qaşqarinin divanındakı o dördlüklərdən başlayırsa və biz hələ o dördlüklərdə türk dilli şeirin, heza vəzinli şeirin inkişafının müəyyən bir pilləsini görürüksə, ondan sonra Yunus İmrələr, ondan sonra Qurbani Azərbaycan ədəbiyyatında, ondan sonra Tufarqanlı Abbas, Vaqif, Zakir və 20-ci əsr ədəbiyyatı və artıq gəlir Azərbaycan Açıq Ələsgər böyük nümayəndəsidir. Yəni yazırdılar, qoşma yazırdılar, gəraylı yazırdılar, dördlük yazırdılar və heza vəzni inkişaf edib gəlirdi. Amma Səməd Vurğun heza vəzinli şeirimizin tarixində elə böyük zirvədir ki, Səməd Vurğun qoşmadan, gəraylı vəznindən o çıxartdı. Daha geniş imkanlar verdi heza vəzinli şeirə və nəhayət 16-lıq yaratdı. Tutaq ki, Zəncinin arzuları poemasında o kürsüyəsinə gəldi, danışmadı, sustu, birdən çatıb qara qaşlarını fikrə getdi o bir anlıq. Görürsünüzmü? Yəni Səməd Vurğun Azərbaycan ədəbiyyatında, mən deyərdim ki, nəinki Azərbaycan ədəbiyyatında, bütün türk dilli xalqlar şeirində heza vəznini zirvəyə qalxızan bir insandır. Yəni türk dilli xalqlar istər Özbək poeziyasında, istər Türkmən poeziyasında, istər türk poeziyasında, Osmanlı poeziyasında biz ikinci Səməd Vurğun kimi, yəni öz yaşadığı dövrdə, yəni yaşadığı dövrə qədər türk dilli poeziyada heza vəznini bu qədər yüksəklərə qalxızan, onu vəzn baxımından, bənd quruluşu baxımından inkişaf elətdirən ikinci bir şəxsiyyət tapa bilmirik. Əgər biz müxəmməsdən danışırıqsa, beşləmədən danışırıqsa əruz vəznində, Səməd Vurğun bunu, məsələn, heza vəznində şeirə gətirdi. Bənd quruluşunu böyütdü. Məsələn, bahar istəklimsən başdan binadan, ən gözəl qızısan sən təbiyyətin, xoşbəxt yaranmısan, xoşbəxt anadan, gözünün odusan şeirin, sənətin, ən gözəl qızısan sən təbiyyətin. İkinci misraları tutaq ki, 5-ci misrada yenidən təkrar eləməklə, onu gözəl şəkildə bənd quruluşunu əlavə eləməklə, elə gözəl poetik nümunələr yaratdı ki, Azərbaycan poeması, o da beşlik. Mən bir cəhəti qeyd eləmək istəyirəm ki, bu heca vəzni bir formadır. Yəni bu formadan
istifadə edirdi Səməd Vurğun. Ancaq onun mahiyyəti ədəbiyyatda xəlqiliyin gücləndirilməsi, poeziyanı total şəkildə kütlələrə, xalqa doğru yönəltmək idi. Və heç də təsadüfi deyil ki, 1956-cı ildə Səməd Vurğun ölüm yatağında olarkən Azərbaycan hökuməti xalq şairi belə bir ad təsis elədi və onun ilk laureatı Səməd Vurğun oldu. Yəni bizim ilk xalq şairimiz, rəsmi xalq şairimiz Səməd Vurğun oldu. Və bu da təsadüfi deyil, onun bütün yaradıcılığı 1926-cı ildə ilk kitabı çap olunmuşdu. 1956-cı ilə qədər 30 illik bir yaradıcılıq yolu keçmişdi. Və Səməd Vurğun bütün yaradıcılığı xalqa xidmət, kütlələrə xidmət, sadə adamlara xidmət yoluna keçmişdi. Bu da yəni Səməd Vurğunu bizim başqa dahilərimiz arasında, başqa klassiklərimiz arasında fərqləndirən bir xüsusiyyətdir. Xatırlatmaq istəyirəm ki, Səməd Vurğun 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olarkən ilk akademiklərdən biri olubdur. Halbuki Səməd Vurğunun heç ali təhsili də yox idi. Cəmisi Qazax müəllimlər seminariyasını qurtarmışdı. Bir il Moskvada institutda oxumuşdu və o təhsilin görünür bürokratlığına, formalizminə dözməyib qaçmışdı və vətənə qayıtmışdı. Amma Səməd Vurğun öz üzərində müstəqil surətdə o qədər işləmişdi, yəni o zəhmətkeşliyi ilə o qədər bilik əldə eləmişdi ki, 45-ci ildə Səməd Vurğun cəmsi 39 yaşı var idi. Onu ilk akademiklərdən biri seçdilər və sonra da 54-cü, 56-cı illərdə Səməd Vurğun Elmlər Akademiyasının vitse-prezidenti oldu. Yəni görün nə qədər yüksək bir səviyyə qalxdı elm sahəsində. Bu da təsadüfi deyildi. Səməd Vurğun həm də böyük ədəbiyyatşünas idi, böyük elm adamı idi və onun əsərlərinin bir cildi də elə ədəbi tənqidi görüşlərinə həsr olunubdu. İndi də bizim ədəbiyyatşünaslar, ədəbiyyat tənqidçiləri Səməd Vurğunun o fikirlərindən geniş istifadə edirlər, öz əsərlərində yararlanırlar. Və yaradıcılığının onun mən deyərdim ki, bizim tədqiqatçılar da iki yerə bölmək olar. Bir yaşının müəyyən bir dövrünə qədər ilk cavanlıq çağlarının yaradıcılığı, məsələn orada dürrüyə həsr olunduğu şeirlər var və yaradıcılığında ilk qələm təcrübələri var. Bunlar da gözəldir. Bir romantika xasdır Səməd Vurğunun yaradıcılığına. Səməd Vurğunun bütün yaradıcılığında o romantika xasdır. Xüsusilə yaradıcılığının ilk dövrlərinə xasdır. Deyir, Saqiya, Saqiya, gətir gizlicə, görənlər olmasın, divanələr var, nəşələr əmdiyim bu qəmli gecə, köksünə od basan pərvanələr var. Ya bunun 20-30-cu illər yaradıcılığında bax, bu xəttdir, bu bir aşiqanə bir şeirlər keçir. Amma yaradıcılığının sonraki dövrlərində, necə deyərlər, Səməd Vurğun artıq püxtələşir, bir fəlsəfi fikirlər, bir ictimai məzmun gəlir Səməd Vurğunun yaradıcılığına və biz həmin Azərbaycan, həmin dövrlərdə, mən deyərdim ki, həmin ictimai məzmunun gəldiyi ilk dövrlərdə Azərbaycan şeirini yazır. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, demək, doğma vətənimsən, ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan, mən bir uşaq, sən bir ana, odur ki, bağlıyam sana, hangi səmtə, hangi yana, ey utsam da yuvam sənsən, elim, günüm, obam sənsən, fəqət səndən gen düşəndə, ayrılıq məndən düşəndə, saçlarıma dən düşəndə, boğar aylar illər məni, qınamasın ellər məni, dağlarının başı qardır, ağ örpəyin bulutlardır, böyük bir keçmişin vardır, bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin. Söhbətimi gətirmək istəyirəm ki, o, yəni, könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan. Onun tarixi mən danışacağım. Axşamüstü qoy uzaqdan, havalansın xanın səsi, Qarabağın şikəsi. Azərbaycan şeirindən bağlı mən bir cəhəti qeyd eləmək istəyirəm. Demək, 75 ildir, 34-cü ildə yazılıb bu şeir. 75 ildir ki, bu şeirin əsasında Azərbaycanın uşaqları, gənc nəsli tərbiyə olunur. Və hamının dilinin əzbəridir. Təkcə Tərlan müəllim fəxr eləməsin ki, o əzbər bilir. Yəni, bütün Azərbaycan bunu əzbər bilir. Mən bir nüansı burada qeyd eləmək istəyirəm. Yəqin hamımızın yadına gələr. Bizim ümummilli liderimiz, ulu öndərimiz bir dəfə Azərbaycan şeirini başladı əzbər deməyə və 3-4 bənddən sonra o qəhər onu boğdu, göz yaşları atdı və qutara bilmədi o şey. Yəni, görün, nə qədər bu insana təsir edən bir sənətdir. Bəli, çox doğru. Yəni, Səməd Vurğunun uğurudur ki, böyükdən kiçik hər bir Azərbaycanlı bunu əzbər bilir də. Hörmətli professor, ümumiyyətlə Səməd Vurğun, yəni biz
cismən yaxından görməmişik. Amma o bizim gözümüzdə bütləşmişdi. Çünki o dövrün təsirindən irəli gəlirdi. Və nə demək istərdim ki, ümumiyyətlə təbiət vurğunu olan, milli musiqi aşığı olan Səməd Vurğun, bayaq Hacı Ağasəlin də çox düzgün qeydlədi. İlk dəfə Azərbaycanda Aşıqlar Qurultayını çağırıb. Rəhbərlik idi bu işə. Bir gün rəhmətli Səməd Vurğun köhnə Qübeylat bağı, indiki Filarmoniya bağından Aznef tərəfdən yuxarı qalxanda təkcə o dövrdə indiki kimi saraylar yox idi. Açıq havada konsertlər verilərdi. Rəhmətli Xanəmi oxuyurmuş. Oxuyanda Səməd Vurğun bu səsin heyranlığına bədahətən bu cümlələrə yazır. Könlüm keçir Qarabağdan, gah bu dağdan, gah o dağdan. Axşamüstü qoy uzaqdan havalansın xanın səsi, Qarabağın şikəst səsi. İndi bu bir etalon olub şikəstə üçün. Onun bağlarından eşitmişəm. Rəhmətli Aybəniz xanımdan eşitmişəm. Rəhmətli Yusifdən biz dostluq eləmişik. Vaqiflə dostluq, salam mələkimiz var. Onlardan eşitmişdik ki, Səməd Vurğunun elə bir məclisi olmazdı ki, orada Xanəmi başda oturmasın. bir hoş güzar eşkine Hansa ressamın eliyle canlanır dünyaya evi Her çemen min gönçeyi açmış nobahar eşkine Gel gel ey sevdalı bülbül Gel gel ey sevdalı bülbül Gel gezen gülşenleri Sen de gülün eşkiyle dinlen Men de yarın eşkine Gün keçir, dövran keçir Sökümünü vermiş zaman Ney tutulsun Vade gelsin Bir hoş güzar neşkine Aman 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 aman
Gün keçir, devran keçir, sökümünü vermiş zaman. Ne tutulsun bağda gelsin bir hoş güzel neşine. Mecnun'un şuuruyla şahdan aleme ses almasın. Hansından mer can esirger bir navbaharın eşkine. İnsanoğlu can verer pervane tey ateşlere. Düz sözün, düz ilgarın, düz ehtibarın eşkine. İnsanoğlu can verer pervane tey ateşlere. Düz sözün, düz ilgarın, düz ehtibarın eşkine. Ay aman ay canım balayım ay. İnsanoğlu can verer pervane tey ateşlere. Düz sözün, düz ilgarın, düz ehtibarın eşkine ay canım. Vurgunun öz alemi, öz kalbi, öz ilhamı var. Ay, ay, ay. Vurgunun öz alemi, öz kalbi, öz ilhamı var. Mehr ülfetten yaranmış bir diyar eşkine aman aman ay. Yarım aman ay. Ay canayım aman ay dadı dadı. Sen hayat bahçesinde çiçeklenemezsen sadece varlığınla güzellerden güzelsen. Sen hayat bahçesinde çiçeklenemezsen sadece varlığınla güzellerden güzelsen. Seni benzetmerem ne şekere ne bala, ne parlana duracak ne ceyana yapala. Sevirem seni, incitme beni. Sevirem seni, ay güzel incitme beni. Sevirem seni, incitme beni. Sevirem seni, ay güzel incitme beni.
düşen könlümü eylemişsen kararsız. Ben seni çok sevirem, ay yara buğdaya gör. Eşke düşen könlümü eylemişsen kararsız. Ben seni çok sevirem, ay yara buğdaya kız. Seni benzetmerem, ne şekere ne bala, ne terlara öyle, ne ceylanı mala. Sevirem seni, incitme beni. Sevirem seni, ay güzel, incitme beni. Sevirem seni, incitme beni. Sevirem seni, ay güzel, incitme beni. Sevirem seni, incitme beni. Sevirem seni, ay güzel, incitme. Mən oxuduğuma görə Səməd Vurğunun özünün də musiqi duyumu çox yüksək olubdu. Bəli, bəli. Və onun öz səsi olubdu və hərdən bir oxuyarmış da, o gözəl səsi olubdu. Və bu da təsadüfi deyil, o seminariya qutaran tələbələr ki var idi, onları hər tərəfli tərbiyə edirdilər. Və hətta Məsələn, Mirzə Cəlil skripkada çalar. kamançada çala bilirdi, skripkada çala bilirdi. Səməd Vurğunun ümumiyyətlə şəklinə baxanda, onun görkəminə baxırsan, onun üz cizgilərinə, saç düzümünə baxırsan, bu 56-cı ildə vəfat edib, 50 yaşında. Elə bilirsən ki, bunun 156 yaşı var. Çox əzablar çəkibdi. Bəli, Məsələn, bəli. o hansı görün əziyyətlərdən keçib Bəli. gəlibdi. Gözünün qabağında nə qədər böyük Və sənətkarları məhv eləyiblər. Mən də səs müəllimiyəm. bütün onların əzabını Səməd Vurğun çəkirdi. Və mən- çox möcüzə idi ki, o 37-ci illə qurtarmışdı. Amma 37-ni qurtardı, gəldi 53-cü ildə onu təzədən istədilər. Bəli. Repressiya uğratsınlar. Və mənə elə gəlir ki, Səməd Vurğun çox yaşayardı. Onun 50 səsinin tərkibində Bəli. böyük əzəmət var. Və O şeir söyləyəndə siz onun səsini, siz söz müəllimisiniz, fəlsəfə müəllimisiniz, mən də səs müəllimiyəm. Onun səsinin tərkibində o qədər dərin çalarlar var ki, o qədər dərin köklər var ki, adam onun o şeir söyləməsindən, onun canlı səsindən ilham alıram mən. Mərmər abidələr, töhmə heykəllər, bəzəkdir hər böyük, kiçik şəhərə. Ah düşünən başlar, yaradan əllər, qanat verirsiniz düşüncələrə. Xəyal et, daşlardan, boz qayalardan bir surət yaradır bir heykəltəraş. Sanki nəfəs alır canlı bir insan, yaşayır 100 əsrə, 1000 əsrə sirdaş. Budur, Berlində də bir insan əli, yaratmış bir gözəl ana heykəli. Onun qarşısında bayaqdan bəri dayanıb dalmışam düşüncələrə. Şeiriyyət yuvası ana gözləri, dikilmiş bir azad, bir xoş səhərə. Toplar, topxanalar keçmiş başından, dayanmış o heykəl yenə vüqarla. Dənizdə dağ kimi o zaman çarpışmış uğursuz qasırğalarla. Nə barıt qoxusu, nə tüstü, nə his, bir ləkə salmamış onun hüsnünə. Öz nəsillərini çağırır səssiz, ağasız, köləsiz, xoşbaxt bir günə. nemətsə də gözəl şeir, şair olan qəm də yeyir. Ömür keçir bu adətlə, uğurlu bir saadətlə. Görən məni nədir deyir, saçlarına düşən bu dən. Şair, nə tez qocaldın sən. Ovçuluğa meyil saldım, gecə gündüz çöldə qaldım. Dağ başından enib düzə, bir ox kimi süzə-süzə, neçə ceyran nişan aldım. Cavab gəldi güllələrdən, şair, nə tez qocaldın sən. Yəni uzatmaq istəmirəm, bir saç ağardı ancaq ürək, alovludur əvvəlki tək. Saç ağardı, ancaq nə qəm, əlimdədir hələ qələm. Bilirəm ki, dinləyəcək bir sevgilim, bir də vətən, şair, nə tez qocaldın sən. Yəni Səməd Vurğun nə qədər də qocalsa da bu gözəl şeirlərdə həmişə cavandır.
İkinci bir elə bir varlığı yoxdur ki, söz qədər çəkisi olsun onun. Tək şeirdən gedmir söhbət. İnsan görürsən, o kimlə miqdar olsa əhlin eylər ol miqdarı söz. İnsan adicə söhbət edir. Heç nə şairdir, nə ədibdir, nə yəni incəsənətlə əlaqəsi yoxdur. Adicə danışır da insandır da bu. Yaxşı söhbət danışırsa, hörmət sahibi olur. Pis söhbət danışırsa, hörmətdən düşür. Bu baxımdan siz təsəvvür edin ki, bu adicə danışıq tərzidir. Bir də üstə gəl, burada poeziya. Bu sözdən, yaranmış sözlərdən şeir yaradasan, şeir qoşasan, özü də eləsini qoşa biləsən ki, bu şey xalqın xoşuna gəlsin. Bunun üçün zəhmət lazımdır. Dünyada ən ağır əzab odur. Ən çətin vəzifə odur. Ona görə də nəinki Səməd Vurğun, nəinki başqa şairlər, hər kəs sözün qədrini bilibsə, hər kəs sözün ağırlığını duyubsa, hər kəs onun ağırlığını duya-duya o ağırlığın altına əgər çiyin veribsə, o adamın alnının qırışları çox dərin işləyir. Belədir. Çox onun üzündə bir vaxtsız qocalma əlamətləri olub, həmişə, həmişə. Böyük sənətkarları bir-bir gözümüzün qabağını götürün, gəlin çıxın bugünkü günə qədər. 50 yaşında bilirsən ki, bunun bir 80-90 yaşı var. Sonra həmçinin də məsələn Səməd Vurğun. Çox doğrudur ki, 50 yaşı ancaq onun saçının ağappaq olmağı, onun üzünün cizgiləri, saçının forması. Elə bil ki, o hansısa bir məsuliyyətli bir şeyin altında illərlə o əzab çəkib. Yəni əzab, cismani əzab yox ha. Fikri, mənəvi əzab çəkib ki... Repressiya dövrünüzdə də keçib bu axı. Acı o bir tərəfi. Şairin ən çox çəkdiyi əzab odur ki, bu söz ki var, bu söz, yenə təkrar edirəm, bu qüdrətdir. Mən bundan elə şeylər düzəldim ki, nə bu mənim üçün günah olmasın, nə irad olmasın, nə məni hörmətdən salmasın. Axı, insanlar öz dillərinin altında gizləniblər də, danışdığı qədərdir insanın çəkisi, insanın qiyməti, ağırlığı. Üstə gəl şair. Pekində bir şeir yazır, deyir, vaxtsız əcəl məndən uzaq dayandır, qürbət eldə can vermərəm ölmə, qılıncını məndən uzaq dalandır, onu bil ki, qələm alsam əlimə, qürbət eldə can vermərəm. Yəni Səməd Vurğun sözün qüdrətinə bu qədər inanırdı. Qələmin qüdrətinə bu qədər inanırdı ki, hətta əlinə qələm alsa artıq ölmə də təslim olmaz. Tarixdə belə bir anlayış var, Herostrat sindromu. Herostrat qədim Yunanistanda bir xuliqan olub və gedib böyük bir məbədi, gözəl bir məbədi yandırıb ki, bunun adı tarixə düşsün. Yəni indi bizdə də elə adamlar var ki, tutaq ki, nəhəng bir şəxsiyyətə qara yaxırlar ki, bunların adı tarixə düşsün. Amma bu spekulyasiyadır, yəni ki, bu keçib gedən bir şeydir. Bu baxımdan yəni Səməd Vurğunun da 37-dən keçməsi, müəyyən şeirlər qələmə alması ki, onun ilhamına layiq olmayan şeirlər idi. Bu konjunktura dövründə bunlar lazım idi, vacib idi. Yəni bunlarsız olmazdı. Bu həm sənətkarın təzadı idi, sənətkarın faciəsi idi, həm də o xalqın elə dövrün faciəsi idi. Amma Səməd Vurğunun kifayət qədər böyük əsərləri var ki, onu biz ədəbiyyatımızın böyük klassikləri ilə bir sırada adını çəkək, onun əsərlərini təbliğ eləyək və nəinki təbliğ eləyək, həm də tərcümə eləyək. Bizim müstəqil dövlətçiliyimiz şəraitində yenidən qayıtmaq Səməd Vurğuna, onun əsərlərini, ən gözəl əsərlərini tərcümə eləmək və bizim belə bir böyük şəxsiyyətimiz olduğunu dünyaya bildirmək məncə vacibdir. Və təsadüfi deyil ki, müharibədən sonra 46-cı ildə deyəsən Amerikada bir müsabiqə keçirilibdi. Müharibə əleyhinə yazılmış ən gözəl şeir müsabiqəsi və Səməd Vurğunun Ananın Öyüdü şeiri orada 20 ən yaxşı şeirin içərisində seçilibdi və ona çox yüksək mükafat verilibdi. Yəni demək istəyirəm ki, Səməd Vurğun öz dövründə də böyük şəxsiyyət idi, klassik idi. Onun yaradıcılığı bugün də aktualdır və bugün bizim milli dövlətçiliyimizə xidmət edən onun bütün əsərlərini biz yenidən nəşr eləməli, tədqiq eləməli, tərcümə eləməli və dünyaya tanıtdırmalı. Təmin var, o ki, deyirsiniz, müəyyən o tənqid hədəfinə çevrilmiş şeirlər ki var, onun bəzi adamlar onları tənqid edirlər. Yəni mən deyərdim ki, o özü də Səməd Vurğunun uzaq görənliyi idi. Çünki
o dediyimiz Vaqifi, Xanları, Fərhad və Şirini və ilə axır, yəni bu cür böyük əsərləri, xalqa lazım olan ədəbiyyatımızı zənginləşdirən əsərləri Moskvanın senzurasından keçirtmək üçün bu bir dənə, iki dənə şeir lazım idi. O da Səməd Vurğunla uzaq görənliyi idi. Çünki o olmasaydı obasını buraxmırdılar axı. Əlbəttə Səməd Vurğun bugün sağ olsaydı heç onları yazmazdı. Niyə? Ona görə ki, bugün Səməd Vurğun özünü tanıtdırmaq üçün o cür şeirlər yazmağa ehtiyacı yoxdur. Necə ki, bizim o həmən dövrdə Səməd Vurğun kimi alimlərimizin, şairlərimizin yetişdiyi dövrdə bizim böyük ədəbiyyatşünaslarımız da yetişirdi axı. Məsəl üçün, Füzuli boyda şairi, Füzuli kimi şairi ateist elədilər. Ona məsələn Allahsız damğası vurdular və ilə axır. Bu ona görə deyildi ki, onlar, o alimlər Füzulini elə o cür başa düşürdülər. Xeyr, Füzuli kimi bir nəhəngi, bir şairimizi xalqın ixtiyarına vermək üçün o günahı boyunlarına alırdılar. Özləri tənqid hədəfinə çevirirdilər özlərini o alimlər ki, tək ki bu şairi xalqa tanıtdırsınlar. Səməd Vurğun da bütün yaradıcılığını xalqa tanıtdırmaq üçün, xalqın ixtiyarına vermək üçün o onun özəl bir siyasəti idi, bir uzaq görənliyi idi. Kəndə müəyyən mənada qurban verirdi. Hacı, bir məsələ var, yəni xatirələrdən biz bilirik ki, 37-ci ildə Vaqif dramı ilk dəfə tamaşaya qoyulanda Mirzəcəfər Baxırov özü gəlir tamaşaya və ilk premyerasına baxır. Və orada bir məşhur yeri bilir ki, Qacarla, yəni şairin, Vaqifin görüşdüyü yer var. Deyir, bəs başa əymədiniz, əymədim, bəli. Əyilməz vicdanın böyük heykəli. Yəni belə bir dialoqu hamımız bilirik. Hamı, yəni bütün orada xatirələrdə deyirlər ki, bütün tamaşaçılar, bütün yəni ziyalılar hamı gözləyirdi ki, görən bu anı, bu səhnəni Mirzəcəfər Bağırov necə qəbul edəcək? Və Mirzəcəfər Bağırov həmin səhnəyə baxır, Səməd Vurğunun çiyninə əlini vurur ki, yaxşıdır, yaxşıdır. Yəni bu mənada. Yəni bax bu cür yəni həyəcanlı dəqiqələr keçirdilər və həmin yəni nə yazırsa yazsın. Amma həmin o epizodla, həmin səhnə ilə Səməd Vurğun göstərmək istəyib ki, şair əyilmir, şair əyilməzdi. Stalindən də şeir yaza bilərdi, partiyadan da şeir yaza bilərdi. Amma şairin mövqeyi, Səməd Vurğunun mövqeyi mənə elə gəlir ki, Vaqifin simasında özünü təcəssüm etdirir. Baş əkmədiniz. Əymədim bəli, əyilməz vicdanın böyük heykəli. Yenə göylərdədir şair xiyalin. Əzəldən hüdudu yoxdur kəmalın. Çox gözəl, çox gözəl. İnan ki, mən sizin ruhunuzu sevdim ürəkdən. Bu dövlət, bu cəlal, bu şay. Göylərin saltı, o ulduz, o ay. Sizə tapşırılsın bugündən gerek. Ancaq bir şərtim var. Bürün görək, Gerek faslində yazsın sənətkar. Harsın xeyyamı var, hır dostu var. Ne çoktur onlarda böyük sənətkar. Bizim bu dağların oğluyam mən də, az uydururam yeri gələndə. Ayağı çarıqlı kiçik bir ölkə, böyük firdosilər yarattı bəlkə. Dayan, bu bakçanın her bir tağı, üstünde min çiçeği min gül bitirmiş. Sizin güldüğünü çoban torpağı, nizamiler, Füzulilərmiş. Səməd Vurğun bir neçə qəzali ki, gəlib çıxıb əlimizə. Burada nəinki əruzu saxlayıb, nəinki o rədif qafiyəyə diqqət yetirib. Hətta o əruzun müəyyən o incəlikləri ki var, onlara da riayət edib. Məsələn, meysiz, məzəsiz can ilə canan ola bilməz. Məf'ul, məfail, məfail, fəul. Bəli, Əzəz Bəhri. Əzəz Bəhrində. Mən də nə demək istəyirəm? Burada bir belə bir beyt var. Arifləri dindir ki, nədir şeirülə sənət, şair yaranan əmrə peşiman ola bilməz. Yəni bu sırf əruz üslubudur. Yəni bu fikir əruzda tamamilə başqa bir formada səslənməlidir hecada. Amma əruzda yəni nə cür lazımdır o cür işlədib. Bu da onun yəni mükəmməl bir şair, böyük sənətkar olmağını nüqtə yarada bilib. Və yarada bilib. Yəni bunu da bilib. Sadəcə olaraq əruzda niyə o qələm işlətməyib çox Süleyman Rüstəm kimi məsələn bir dövrün şairləridir. Eyni yaşda olan şairlər bu biraz əruzdan daha çox yazdı. Süleyman Rüstəmə, Səməd Vurğuna nisbətən. Bu da göstərdi ki, yəni mən bundan da yaza bilirəm. Ancaq o məqsədi başqa idi və o öz məqsədində də
o arzu elədiyi zirvəni fəth eləyə bildi. Hacı bayaq o sözün qüvvəti mən onu demək istəyirdim ki, yəni bir dəfə dedik bunu. 26-cı ildə ki, Səməd Vurğun getdi Vaqifin qəbrini ziyarət elədi, dedi və mən Vaqifi dirildəcəyəm. Onu iki mənada başa düşmək olar və birinci mənası oradadır ki, yəni heyza vəznini dirildəcəyəm. Vaqifin bizim ədəbiyyatımızda gətirdiyi, yəni yeni bir inkişaf verdiyi, yeni bir təkan verdiyi heza vəznini dirildəcəyəm və bayaq dediyimiz kimi heza vəznini də diriltdi. Amma Səməd Vurğun yəni sübut elədi ki, əruzda da yaza bilirəm və sərbəstdə də yaza bilirəm. Vur dedim, vur. Mənim arzum budur. Sənin əlinlə yüksəlsin, qollarına yeni qüvvələr gəlsin. Yəni bax bu cür şeyləri var ki, sərbəstdə də görürük ki, sərbəstin ritmi, sərbəstin necə deyirlər, ahəngi, sərbəstin quruluşu Səməd Vurğun poeziyası üçün yəni əsasdır. Və Səməd Vurğun 30-cu illər şeylə gələndə, 30-cu illər ədəbiyyatı, 20-30-cu illərdə baxsa onun yaradıcılığına görə ki, daha çox ilk dövrlərdə elə sərbəstdə yazıb. Yəni Səməd Vurğun hər üç vəzində gözəl əsərlər yazdı və gözəl şeirlər ortaya qoydu. Yəni Səməd Vurğunun böyüklüyü burada idi. Bu mənada Səməd Vurğunun o ədəbiyyatı, şeiri səhl-i mümtənə deyirlər, bir növ. Yəni elə bir ilk baxışda elə bilirsən ki, yaza bilərsən. Amma gəlirsən yaxınlaşanda görürsən ki, yox yaza bilmirsən. Və onun o mən bayaq da bir söz qayıtdım, dedim ki, yəni ikinci dövr yaradıcılığı onun bir fəlsəfi, necə deyirlər, şeirinə bir fəlsəfi görüşləri, fəlsəfi, ab-havanın gətirdiyi yəni yaradıcılıq idi. Yəni birinci dövrün yaradıcılığı tamam başqa bir şey idisə, ikinci dövrün yaradıcılığı tamam başqa bir şeydir. Bir müdrikanə bir fəlsəfə gəldi, çıxdı. Yəni mən tələsmirəm. Əslində tələsir. Amma deyir mən tələsmirəm. Dostlar badələri qaldırın içək, gecə ulduzludur, havada sərin. Demirəm məst olub dünyadan köçək. Deyirəm mehriban düşüncələrin, isti qucağında qızınaq biraz. Qoy uzansın gecə, geciksin səhər, neysə ilaxirə mən tələsmirəm. Yəni hər gülə çiçəyə salam verməsəm, xoş üz göstərməsəm, xoş üz görməsəm, mən heç yana heç yerə mən tələsmirəm. Əslində tələsir, hər gülə, hər çiçəyə salam vermək istəyir. Başa düşür ki, ömür müvəqqəti bir şey. Amma deyir mən tələsmirəm. Yəni dünyadan, hələ mən dünyadan nə zövq almışam yəni. Yarım aman dağılır uzakta laylay bulutlar dağılır uzakta laylay yine yerinde yuvarlanır artık ne celal var ne de ki humay ne ömre yazır ne yaşadı baxıram qapısı bağlı göylərə baxıram qapısı bağlı yerlərə baxıram bağçalı bağlı kainat ixtiyar sirli soraqlı əzəldən yaranıb tamaşa dünyaya day
görürsən ki açılan solur, bir də görürsən ki açılan solur, düşünən bir beyin bir torpaq olur. Bir yandan boşanır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya. Əzəldən belədir çünki kainat, əzəldən belədir çünki kainat, cahan daimidir, ömr əmanət. Əldən ələ keçir vəfasız həyat, əldən ələ keçir vəfasız həyat. Biz gəldi gedərik, sən yaşa dünya yaman aman aman. Bedad aman aman yarım canım aman ay Amma bu obrazı bütöv şəkildə təqdim eləmək üçün mütləq onun şəxsiyyətinə də bir nəzər salmaq lazımdır. Yəni Səməd Vurğun sənətdə nə qədər böyük bir insan idisə, şəxsiyyətcə də o cür fenomenal bir şəxsiyyət idi. Bu da təbii idi. Çünki Səməd Vurğun çox qədim bir zadəgan nəslinə mənsub bir insan idi və onun belə bir tədqiqatçılar belə bir versiyada irəli sürürlər ki, hətta Vaqif də Səməd Vurğundan eyni nəsildən olubdur. Yəni Səməd Vurğun belə bir nəslin ənənələrini öz şəxsiyyətində də yaşadırdı. Təsadüfi deyil ki, hələ sağlığında Səməd Vurğun şəxsiyyəti mifləşmişdi, bir əfsanəvi bir şəxsiyyətə çevrilmişdi. Səməd Vurğun yəni Azərbaycan ədəbiyyatına nə dərəcədə xidmət edirdisə, sadə adamlara, ətrafındakılara, istedadlı gənclərə də o dərəcədə xidmət edirdi. O vaxt çox böyük qonorar verirdilər Səməd Vurğun kimi şairlərə və o qonorarın əksəriyyətini o kasıb-küsuba xərcləyirdi. Və bizim elmimizdə neçə akademikin irəli çəkilməsində Səməd Vurğunun çox böyük rolu olubdu. Bu da onun böyük ürəyindən irəli gəlirdi. Məlumdur ki, Səməd Vurğun 6 yaşında anasını itirib, 12 yaşında atasını itirib və kövrək qəlbli bir insan olubdu. Və bəlkə də elə bu da ona təsir eləyib ki, harda bir məzlum, harda bir yetim görsə ona qahmar çıxıb, havadar çıxıbdı. Və bu gün də Səməd Vurğunun haqqındakı, onun şəxsiyyəti haqqındakı o real gerçəklik, o miflə qarışmış real gerçəklik yaşamaqdadır, Səməd Vurğun obrazını tamamlamaqdadır. Mən deyim ki, Səməd Vurğun ki, xalqa nə qədər xidmət eləyibdi, xalq da onun xidmətinə laqeyd qalmayıbdı. Elə bir böyük mükafat qalmayıb ki, sağlığında Səməd Vurğun onu almamış olsun. Bir cür şairlər var həyatda ki, onların sənəti, sözünüzə qüvvət deyirəm, şəxsiyyətindən yüksək olur. Ondan söhbət gedəndə yalnız onun sənətindən danışırlar. Amma bir cür şairlər var ki, onların əksinə şəxsiyyətləri sənətlərindən yüksək olur. Onlardan da söhbət gedəndə ancaq şəxsiyyətindən söhbət gedir. Şair kimi adı çəkilir, ancaq sənətindən heç bir nümunələr yoxdur arada. O böyüklər ki var, o ulular ki var, yəni əsl şairlər ki var, hansı ki sənətlərlə şəxsiyyətləri üst-üstə düşür, tamamlayır, bəli, vəhdət təşkil edir. Səməd Vurğun məhz o cür şairlərdəndir. Özdə hətta mən eşitmişəm, bir gün bunlar bir neçə adamla gəlirmişlər hardansa, bir mağaza keşikçisi. Görüblər, gəlirlər, deyir ki, qoy dilənim, nə alaram bunlardan, alaram da kasıb adamam. Əl açır bunlara. Səməd Vurğun cibində nə var çıxartır, tökür bunun ovucuna. Özü də yanındakilərə də deyir ki, hər kəs bu cür hərəkət eləməsə, heç kişi deyir. Sizin də neyiniz var, verin buna. Yəni bu cür bir alicənab bir adam olur, bu cür xeyirxah olur, əliverimli olur. Məsələ ondadır ki, həmin bu şəxsiyyətin parlaq təzahürü idi ki, onun poeziyasının öz əksini tapır. Və sonuncu olaraq bir sözlə demək istəyirəm, onun fəlsəfi şeirlərinə gəlmək istəyirəm, onun unudulmuş Təkməzar şeiri var.
Həqiqətən də çox gözəl şeirdir. Bu gün məni səyyar xəyal öz dünyamdan qoparmışdır. Qulağı kar, dili dəlal, bir aləm aparmışdır. Nə qədər böyük bir fəlsəfi şeirdir. Elə ki, o Fəxri Xiyabanı gəzir və özünə bilir ki, öz son yeri də budur. Bir fəlsəfi düşüncələrə dalır. Evə gəldim can pərişan, keçən ömrü soraqladım. Bu minvalla xeyli zaman kitabları varaqladım. Ağıllı söz, yaxşı şeir yazmışamsa varsa hanı. Gördüm qoca doğru deyir, uçdu könlüm xaniman. Hörmətli tamaşaçılara bir söz demək istəyirəm ki, sənət var xalq üçün, sənət var xülq üçün. Yəni sənət var, bayaq Teymur müəllim Füzuli ilə Səməd Vurğununki müqayisə dedi, biri zirvədə dayanıb, yəni aşağıdakiləri ora qaldırmağa çağırır, yuxarı səsləyir. Bəzi sənətkarlar da var, özü düşür xalq arasına, qoşulur, onlarla qalxmaq istəyir. Yəni bunların biri xalq üçün, biri xülq üçün yaranmış sənətlərdir. Biz çox fəxr eləyə bilərik ki, Səməd Vurğunda bu iki sahənin ikisi də var. Həmçində hər hansı bir sənətə iki cür baxış var. Bir ayrı-ayrılıqda bir mənzərəyə tamaşa edirik, biz onun ayrı-ayrılıqda rənglərinə və yaxud orada çəkilmiş dağa və yaxud bir çaya tamaşa edirik ayrı-ayrılıqda. Bir də var ümumilikdə o sənət, o rəsm əsərində yaranmış həmahəngliyə, harmoniyaya baxıb heyran oluruq. Biz indi burada Səməd Vurğundan doğrudur söhbət edik, amma onun biz harmoniyasını bir növ çatdırmağa çalışdıq. Çünki onun sənətinə ayrı-ayrılıqda əgər biz izah eləməyə çalışsaq və onun hər iştiriklərini, hər rənglərini ayırsaq, yəni bu çox vaxt aparar. Amma bizim vaxtımız məlum məsələdir ki, məhduddur. Hər şeyin bir vaxtı olduğu kimi bizim də verilişimizin bir vaxtı var. Ona görə də hörmətli tamaşaçılar, Səməd Vurğun haqqında hələlik bu qədər. Qismət olsa bu verilişlərə, bu söhbətlərə bir də qayıdarıq başqa verilişlərdə və daha ətraflı izah eləməyə çalışarıq. Hələlik isə bizim bu verilişimiz burada tamamı yetir. Sağ olun, gələn görüşlərə qədər.